Əməliyyatdan sonra daxili orqanlarınızda cərrahi əməliyyat aparılan alətlər qalsa nə edərsiniz? Bunu bilmək istəyirsinizsə ki, başına gələn pasiyent nə edib, o zaman sona qədər bizə baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Cərrahi əməliyyatdan sonra bir müddət keçir və pasiyentin vəziyyəti ağırlaşır. Nəticədə məlum olur ki, cərrahi alətlər xəstənin daxili orqanlarının yanında qalıb. Bunun necə bir skandal olduğunu yəqin ki, təsəvvür edirsiniz. Əlbəttə ki, xəstəxananı pasiyent məhkəməyə verib. Bu situasiyada siz necə davranardınız? Yorumlarınızı, şərhlərinizi bizə mütləq sosial şəbəkələrdə yazın. Geri dönüşləriniz bizim üçün çox vacibdir. Biz isə xəbər izləyək. Əməliyyatdan sonra xəstənin bədənində cərrahi alətlər qalıb. Amerika Birləşmiş Ştatının New York ştatındakı Albaniya Tibb Mərkəzi 2025-ci ilin ən çox müzakirə olunan səhiyyə qalmaqalarından birinə səbəb olub. Xəstəxanada aparılan əməliyyatlardan birində həkimlər pasiyentin bədənində cərrahi süngər, iynə parçası və digər alət hissələrini unutduqları üçün məhkəməyə verilib. Hadisə əməliyyatdan bir neçə həftə sonra xəstədə ağrılar və yüksək hərarət yarandıqdan sonra aşkarlanıb. Rentgen müayinəsi zamanı onun qarın boşluğunda yad cisimlərin qaldığı müəyyən edilib. Məlumata əsasən bu cür hallar son illər Amerika Birləşmiş Ştatında artmaqda davam edir. Mütəxəssislər bildirir ki, bu hadisə cərrahi əməliyyatlarda nəzarət mexanizmlərinin və steril hesabat sistemlərinin vacibliyini bir daha gündəmə gətirib. Albaniya Tibb Mərkəzi məsələ ilə bağlı daxili araşdırma başladıldığını açıqlayıb və əməliyyatda iştirak edən tibb personalı müvəqqəti işdən uzaqlaşdırılıb. Beynəlxalq səhiyyə təşkilatları insan zehninin məlumatlarının onun özəl hüquqlarına aid olduğu ilə bağlı qərarlar qəbul edir. Bunu nə üçün edirlər? Yoxsa bizim zehnimizi oxumağa başlayıblar? Bu barədə heç düşünmüsünüzmü? Baxaq. UNESCO beynəlxalq səviyyədə ilk dəfə olaraq neurodatalar insan beyin fəaliyyəti ilə bağlı məlumatlar üçün etik standartlar qəbul edib. Sənəd fərdin düşüncə azadlığına, məlumatlarından imtina hüququnu və şüura müdaxilədən qorunma hüququnu təsbit edir. Sürətlə inkişaf edən süni intellekt, beyin kompüter interfeysləri və beyin fəaliyyətini izləyən texnologiyalar bu təşəbbüsün əsas səbəbidir. Ekspertlər bildirir ki, standartların tətbiqi beynəlxalq əməkdaşlıq və fərdin daxili aləminin qorunması üçün vacibdir. Eyni zamanda texnologiyalar nevroloji xəstəliklərin müalicəsində fayda verir. Lakin pozuntu riski mövcuddur. Standartlar fərdlərin hüquqlarının qorunmasını təmin etməklə yanaşı texnoloji inkişafla etik balansın saxlanmasına zəmin yaradır. Kofeinin əslində insan orqanizminə xeyri və ziyanı kifayət qədərdir. Bu barədə sizə çox məlumat vermişik. Amma yeni bir araşdırma göstərir ki, sən demə baş ağrıları kofeindən azalırmış. Tədqiqatı izləyək. Kofein baş ağrılarını azaldır. Baş ağrıları demək olar ki, hər kəsin həyatında qarşılaşdığı yayğın problemdir. Britaniyanın Milli Miqren Mərkəzinin həkimi Dr. Katie Monro bildirir ki, əksər hallarda baş ağrıları ciddi xəstəliklərin əlaməti deyil. Lakin ilk və ya ən güclü baş ağrısı yaşanarsa, mütləq həkimə müraciət edilməlidir. Baş ağrılarının səbəbini anlamaq üçün gündəlik tutmaq faydalıdır. Nə vaxt və nə edərkən ağrı başlayıb, nə yemisiniz və içmisiniz, yuxu keyfiyyəti, hava şəraiti və qadınlarda menstrual dövrə nəzarət almaq tövsiyə olunur. Həkimlər qeydləri sadə saxlayaraq ağrının gününüzə təsirinin 1-dən 10-a qədər qiymətləndirməyə məsləhət görür. Dr. Monro bildirir ki, kofein kiçik miqdarda ağrı kəsicilərin təsirini artırır, amma gündəlik çox istifadəsi baş ağrısına səbəb ola bilər və qəfil dayandırma geri çəkilmə ağrısına yol açır. Qidalanma da önəmlidir. Yeməkləri vaxtında və doğru kaloridə yeməkdə baş ağrılarına təsir eləyir. Səhərlər idman, yaxşı yuxu, stressin idarəsi və kifayət qədər maye qəbul etmək də əsas qoruyucu vasitədir. Dr. Monro baş ağrılarında kodin tərkibli ağrı kəsicilərdən qaçmağı tövsiyə edir. Çünki onlar baş ağrısını daha tez-tez təkrarlada və simptomları gücləndirə bilər. Ağrı kəsicilər həftədə 2 gündən çox istifadə edilməməlidir. Əks halda geri dönüş ağrıları riski artır. Dünya yeni bir təhlükə ilə üz-üzədir. Tənhalıq. İnsanlar artıq heç kimə və heç nəyə dözmək istəmir. Nəticə etibarilə saysız-hesabsız evdən çıxmayan,
onlayn işləyən insanlar ordusu yaranır. Onların psixikası nə haldadır, bir təsəvvür edin. Hətta marketdən belə lazım olan ərzaqları onlayn sifariş edən bu yeni insanlar ordusu ilə mübarizə isə yenə səhiyyə təşkilatlarının vəzifəsidir. Baxaq görək, Yaponiyada onlarla necə mübarizə aparırlar. Özünü evində dustaq edən tənhaların sayı artır. Yaponiyada uzun müddət sosial izolyasiyada qalan şəxslər hikikomori üçün son araşdırmalar və müvafiq müdaxilə proqramları yayımlayıb. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2024-cü il noyabrında təqdim etdiyi 5 günlük hikikomori müdaxiləsi proqramı hazırlayıb. Valideynlərə yönləndirilmiş sessiyaları və 6 aylıq sonrakı müşahidə dövrünü əhatə edən layihə valideynlərin sosial izolyasiyada olan övladlarının psixoloji və sosial vəziyyətini daha doğru qiymətləndirmək bacarığını artırıb. Sorğuya görə 15-64 yaş aralığında təxminən 1,46 milyon nəfər uzun müddətli sosial təcrid yaşayır. Təcridin yalnız gənclər arasında deyil, orta yaşlı şəxslərdə də yayılması müşahidə olunur. Mütəxəssislər bildirir ki, müdaxilələr yalnız fərdi səviyyədə deyil, ailə və icma əsaslı olmalıdır. Bu yanaşma uzun müddətli dəstək, empatiya və sosial reinteqrasiya üçün əsasdır. Proqram çərçivəsində valideynlər virtual reallıq vasitəsilə övladlarının baxış bucağını təcrübədən keçirərək müdaxilə strategiyalarını öyrənirlər. Bu proqramlar Yaponiyada uğur qazanmaqla yanaşı regionlarda, o cümlədən ölkəmizdə də oxşar sosial izolyasiya halları üçün nümunə ola bilər. Tibbi ərazi bölmələrinin idarəetmə birliyi isə elektron növbə sistemini istifadəyə verib və artıq vətəndaşlar saatlarla növbədə gözləməyəcək deyirlər. Elektron növbə sistemi istifadəyə verilib. Təbib tabeliyindəki tibb müəssisələrində növbələrin tənzimlənməsi, elektron növbə sisteminin işləv vəziyyətdə gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Mərhələli şəkildə icra olunan proses artıq Yevlax və Biləsuvar rayon mərkəzi xəstəxanalarında da tam yekunlaşıb. Bundan sonra tibb müəssisələrində vətəndaşlar tibbi xidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəcəklər. Quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq. İnsanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək. Qeyd edək ki, regionlarda yerləşən təbib tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərində deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır. Hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor. Regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb. Onların 2025-ci il sonuna kimi tam istifadəyə verilməsi nəzərdə tutulub. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.